Tarixi mədəni irs nümunələrinin zamanla itirilmiş rəng və formalarının bərpası prosesi muzey sərvətlərinin və xatirə əşyalarının elmi bərpa mərkəzində həyata keçirilir. Mərkəz 1957-ci ildən etibarən bərpaçı rəssam Fərhad Hacıyevin təşəbbüsü ilə fəaliyyət göstərir və bu gün də milli irsin qorunması istiqamətində işini davam etdirir. Bərpa prosesi ilkin olaraq elmi tədqiqat şöbəsində aparılan araşdırmalarla başlayır. Mərkəzdə Xurşidbanu Natəvan, Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi onlarla ədibin şəxsi əşyaları, o cümlədən Molla Nəsrəddin jurnalı və hətta məşhur sehirli xalat bərpa olunaraq yenidən həyata qaytarılıb. Şuşa şəhərinin azad olunmasından sonra isə Üzeyir Hacıbəylinin ev muzeyinə aid eksponatlar, xüsusən dahi bəstəkarın skripkası və anasının milli geyimləri burada peşəkarlıqla bərpa edilib. Tarixi qorumaq həm də onu yaşatmaqdır. Bugün bərpa masalarında olan hər bir detal tariximizin sarsılmaz sütunudur. İrsi qoruyanlar isə zamanı bərpa etməyə davam edirlər.